Baxın, uşaqlar üçündür bu. Görürsünüz, birinci uşaqları düşünmək lazımdır. Çünki bugün elə bir ekologiyası, elə bir çirkli zamanədə yaşayırıq ki, valideyn, birinci ana övladı düşünməlidir. Əgər gələcəyi üçün sağlam təfəkkürdə, sağlam ruhda, sağlam məntiqdə övlad yetişdirmək istəyirsinizsə, birinci bətnindəki hamiləlik zamanı qidalarınıza diqqət edəcəksiniz. İkinci uşaq dünyaya gəlməsi onlara diqqət edəcəksiniz. Bax, bu siyero çörəkdir. Əslində, kim deyirsə ki, mən çox dadlıdır, çox ləzzətli çörək istəyirəm, qədimdə anamın dövrünə, nənəmin dövrünə, bax, belə bir ləzzətli yemək istəyirəm, bax, bu o çörəkdir. Ona görə də biz bunu ayırmışıq ki, uşaqlar üçün olsun, dadlıdır. Məsələn, bugün ağzının, damağının dadı itən adamlar bunu yeyirlər, inanın ki, kövrəlin, ağlayırlar, təsəvvürünüzə gətirin. Deməli, bu çörək nəyə faydalıdır? Tərkibində dəmir var, sink var, selen var. Ona görə də uşaqlarınızın immun sistemini möhkəmləndirəcək. Amma kimin övladında qurt var, kimin övladının ödü əyridir, kimin övladında hormonal balans problemi var və yaxud da qanında iltihab var, asması var, allergiyası var. Allah eləməsin, olmasın, 7 ağac uzaq olsun deyirlər. Onkoloji xəstəliyi varsa, bax, başlanğıc bu çörək olsun. Başlanğıc, ağız dadına görə deyirəm. Ondan sonra etap-etap keçməlisiniz. Hə, amma belə deyim də, buradan səslənirəm hamilə qadınlara və süt verən analara. Birinci bu çörəyi yeməlisiniz. Niyə? Çünki bu çörəyin tərkibində droj yoxdur. Hamı eşitsin. Mənə mesajda yazırsınız, bir də soruşursunuz, gözəl insanlar. Droj yoxdur bu çörəyin tərkibində. Bu çörəyin tərkibində balatıdır. Balatını da almanı, qatığı, gilası, gavalını, üzümü, arpanı, düyünü, sarmaşıq qozasını qıcqırdıb balatı hazırlamaq olur. Biz də almadan hazırlamışıq. Fərqi yoxdur. İstəyirsən gavalıdan bişir, istəyirsən almadan bişir, istəyirsən qatıqdan bişir, fərqi yoxdur. Əsas bişir, ortalığa çıxart. Bax, yəni, bu da balatının tərkibində Lactobacillus var. Bu Lactobacillusu hamilə qadın, hamilə ana, hamilə qadın və süt verən ana yeyir, süt vasitəsilə övladına immun sistemini gücləndirmək üçün həmin Lactobacillus, belə deyim də, sink, selen kimi immun sistemini gücləndirən bir vasitə kimi, bir vitamin kimi uşağın canına keçir və həmin uşaqda və ondan sonra 4 nəsildə xərçəng riski çox aşağı olacaq. Bu mənim araşdırmam deyil. Bu Yapon alimləri bugün Yaponiyada artıq bu çörəyin çox reklam edirlər ki, insanlar bu çörəkdən yesinlər. Baxın, gözəl insanlar. Səhifədə, bax, bura WhatsApp nömrə qoymuşam. WhatsApp nömrəsinə yazın. Məncə, bax, bu çörəklər sifarişçilərindir. WhatsApp nömrəsinə yazın. Əgər əlavə çörək qalarsa, sizə verərəm. Yox, əgər əlavə çörək qalmazsa, bax, 311 nəfər içərdən baxır, 2000 nəfər çöldən baxır. Əgər əlavə çörək qalmazsa, mən sizi yazacağım. Gələn həftənin 3-cü gününə, inşallah 3-cü gün gəlib çörəyinizi aparacaqsınız. Tamam mı? Çörəyin, qalma müddəti. Resepti deyil, gözəl insan. Bax, bunun tərkibində... Alo. Salam, sabahınız xeyir olsun. Çox sağ olun, Allah köməyiniz olsun, yaxşı olun. Yaxşı olasınız, mən yoldaşım gəlib götürə bilər çörəklərimi. Bəli, gəlib götürə bilər. Aha, yeri bulmanız gələ bilər.